Hər kəs bu videodan danışır və düşüblər erməni iştirakçı 12 bal verən bu qadın müğənni Samirə Fəndinin üzərinə. İki kəlmə söz deyəcəm. Mən istəyirəm ki, bütün dünyada sülh olsun və sənin haqqına mən heç vaxt girə bilmərəm. Ona görə 12 pay Azərbaycandan sənə. және бүкіл әлем Bəli, 30 il şəhidlər verdik. Bizə psixoloji, mənəvi, cismi terrorlar etdilər. Bəlkə də 100 il geri saldılar. Hələ mina terrorunun qurbanları illərlə davam edəcək. İçin mən qarışıq şəhidlər verdik. 1 milyona yaxın məcburi köçkün yurd yuvalarından köçkün düşdü. Çadırlarda, vaqonlarda qaldıq. Amma məsələnin digər tərəfi də var ki, artıq ərazi bütövlüyümüz bərpa olub və biz hər müstəvidə sülhə hazırlaşırıq, öhdəlik götürmüşük. Hər sahədə xalqlar kini, nifrəti yerə qoyub sülhə adaptasiya olmalıdır. Sabah sülh olarsa, ermənilər Bakıya gələrsə və Azərbaycanlılar İrəvana gedərsə, yenidənmi bir-birimizə düşmənçilik etməliyik? Həqiqətən bir ailədə iki qardaş düşmən olur, barışdırmaq olmur. Görün dövlətimiz necə əziyyət çəkir. Bizlər də cahillik yox, anlayış göstərib bu məsələdə cəmiyyət olaraq öz töhfəmizi verməliyik. Ermənilərlə qardaş olası deyilik. Amma böyüklük göstərib dəmir yumruğu hər an hazır vəziyyətdə saxlayıb və etdiklərini unutmamaq şərti ilə məsafə saxlayaraq sülhə öyrəşməliyik. Biz qalib dövlətik. Bu gün bizə düşmənlik edən dövlətlərin oyununu pozub, sülhü yaradıb erməniləri öz təsirimizə salsaq, Qafqazın lider ölkəsi olaraq hər kəs Azərbaycana baş əyəcək. 30 illik məğlub kimi gördük nə gündə idik, amma indi biz başı dik gəzirik, söz sahibiyik. Elə şəhidlərimizə xatir, eləcə də gələcəkdə şəhidlərimizin olmamasına xatir pafosla, cahilliklə yox, güclü siyasətlə regiona və dünyaya təsir etməyə bacarmalıyıq. Güclü liderimiz İlham Əliyev necə ki, güclü siyasəti ilə dünyanı Azərbaycanla hesablaşmağa vadar edir. Biz də hər birimiz bu yolu rəhbər tutub öz sahəmizdə həyata keçirməliyik. Qarşıda daha böyük işlərimiz var. Qərbi Azərbaycana qayıtmalıyıq. Siyasət də, sülh də, hayları idarə etmək də elə bizə lazımdır. Azərbaycan sülh istəyir. Qarabağda sülhü bərqərar etdiyimiz kimi Ermənistana qayıdaraq sülhü bərqərar edəcəyik. Yaşasın Azərbaycan.